İndi isə xaricdə təhsil almaq istəyənlər üçün xəbərimiz var. Ölkə hüdudlarından kənarda ali təhsil alıb mütəxəssis olmaq üçün seçdiyiniz ali məktəblərin Azərbaycanda tanınması lazımdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı üzrə xaricdə təhsil alanlarla bağlı statistikanı açıqlayıb. Rəqəmlərdən bəlli olur ki, hələ də universitet seçimlərində yanılanlar var. Tələbələr lazımi araşdırma aparmadan xaricdə təhsilə müraciət edirlər. Bəzən bu kimi halların nəticəsi Azərbaycanda tanınmayan diplomların alınması ilə bitir. Çünki asanlıqla məktəbdən çıxırlar, promo imtahan falan vermədən xaricə qəbul olurlar. Buna görə də tanınmır. Qohumlarımdan bəziləri olub ki, xaricə təhsil alıb gəlirlər, amma həmin orada aldığı diplomlar tanınmır. Əgər Azərbaycandan hansısa tələbə xaricə gedirsə, o fikirləşməlidir ki, o buraya qaydanda iş tapa bilsin. Bir neçə var, dostlarımdır. Məsələn, oxuyublar, yarısı Rusiyada oxuyur, yarısı bir dostum var İngiltərədə oxuyub. Amma gəlib burada diplomları işləmir. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirildi ki, fevral ayı üzrə xaricdə təhsil alan 613 müraciətçinin 548-i barədə diplom tanınması ilə bağlı müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ən çox müraciət olunan ixtisaslara gəldikdə isə biz hüquqşünaslıq ixtisasını, tibb ixtisasını, eyni zamanda mühəndislik ixtisasını qeyd edə bilərik. Müraciət olunan ölkələr arasında ən çox Rusiya Federasiyası, Ukrayna, Türkiyə Respublikası, bundan əlavə Gürcüstan və Belarus Respublikasını göstərmək mümkündür. Təhsil məsələləri üzrə ekspertlər deyirlər ki, valideynlər əvvəlcə təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsində siyahıda ali təhsil müəssisəsinin tanınıb-tanınmamasını müəyyənləşdirməlidir. Digər bir məsələ ixtisas uyğunluğunun olmamasıdır. Bəzi ali təhsil müəssisələri, xarici ali təhsil müəssisələrində, xüsusilə də magistratura istiqaməti üzrə bu daha çox müşahidə olunur. Azərbaycandakı ixtisaslarla uyğunsuzluq müşahidə olunur. Uyğunsuzluq müşahidə olunduğu təqdirdə təbii ki, bu istiqamətdə müraciətçiyə imtina gəlir. Üçüncü məsələ nədir? Üçüncü məsələ xarici ali təhsil müəssisəsində tədris müddəti ərəfəsində hər ilə görə tədris ilinin yarısını mütləq həmin ölkədə qalmalıdır. Mütəxəssislərin fikrincə, Türkiyənin qiyabi təhsili, Ukraynada isə müharibədən sonraki dövrdə ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınmasında problemlər yaranır.